Hər vaxtınız xeyir, kanalımıza xoş gəldiniz. Bugün kanalımızda asan üsulla matras və divanın üzərini necə təmizləyirəm onu sizə çəkib göstərəcəm. Əvvəlcə qabın içərisinə 1 yemək qaşığı qab şampunu, 2 yemək qaşığı soda, 2 yemək qaşığı da pereks əlavə edirəm. Üzərinə 2 stəkan su, yarım stəkan kimi də sirkə əlavə edirəm. İstənilən sirkədən istifadə etmək olar. Məhlulu qarışdırıb bir kənara qoyuram. Matrasın üzərini əvvəlcə tozsoranlayıram. Matrası təmizləmək üçün çit parça götürmüşəm. Parçanı məhlulda isladıram. Nəm parçanı bu qaydada qapağa keçirdirəm. Uç hissəsini əlimlə bir yerə yığaraq matrasın üzərini bu qaydada təmizləyirəm. Hər tərəfini yaxşıca sürtürəm. Hərdən dəsmalı suda isladıb yenidən sıxdıqdan sonra qapağa keçirdib matrasın üzərini təmizləyirəm. Sonda dəsmalı adi, soyuq suda təmiz-təmiz yuyub bir dəfə də təmiz dəsmalla üzərini silirəm. Gördüyünüz kimi bahalı vasitələr olmadan da təmizlik etmək olar. Matrasın üzəri tərtəmiz oldu. Divanın üzərinə nə qədər örtük örtsək də, toz soranlasaq da, istər-istəməz dip hissələrində toz yığılır. Onu da eyni qaydada bu məhlulla bu cür təmizləyə bilərsiniz. Sonda dəsmalı adi axar suda yuyub bir dəfə də üzərindən silmək lazımdır. Quruduqdan sonra toz soranlasanız yeni kimi olacaq. Gördüyünüz kimi suyun rəngi necə də dəyişdi. Bütün kirlər suya çıxmış olur. Görürsünüz, divan sanki yeni kimi oldu. Çox gözəl üsuldur, sınamağa dəyər. Videom sizlər üçün faydalı oldusa bəyənməyi unutmayın.